Salam əziz şagirdlərimiz. Bugün biz bir çox şagirdlərimizin çətinlik çəkdiyi və yaxud da daha çox səhv etdiyi bir məsələyə toxunmaq istəyirik. Deməli, bəzən variantlarda verilir ki, testlərdə sıx, sıxılmaq, sıxıntı, sıxıntı, sıxlıq, sıxışmaq və yaxud da verilir ki, düzgün, düzlük, düzülmək, düzəlmək və s. Variantlarda bu formada sözlər verilir və sözün kökü hansı nitq hissəsidir? Söz hansı nitq hissəsindən yaranmışdır ki, belə bir sual qoyulur. Və biz bunları tapmaqda əlbəttə çətinlik çəkirik. Çünki düz sözü və sıx sözü həm feil, həm sifət olmaqla anonimlik xüsusiyyəti, belə deyək, bir növ həm feil, həm də sifət olmaqla iki müxtəlif nitq hissəsi kimi işlənə bilir və biz hardan bilək ki, bu sözlərin kökündəki söz feildir, yoxsa sifətdir, sıx sözü və yaxud da düzgün sözündə düz sözü, düzlük sözündə hər birinin kökü düzdür. Nə bilək ki, bunun sözün kökü feildir, yoxsa sifətdir. Deməli, bunu müəyyən etmək üçün nə edirik? Əlbəttə ki, sıxmaq, yoxsa sıx necə, yoxsa sıx nə et, düz nə et, yoxsa düz necə? Bu suallar qarşısında əgər biz çarəsiz qalırıqsa, deməli nə edirik? Götürürük bu sözlərə qoşulan şəkilçiləri. Məsələn, tutaq ki, sıxılmaq sözündə ıl şəkilçisindən yeni sözlər yaradırıq. Qırılmaq, yıxılmaq, vurulmaq. Baxırıq ki, qırmaq feilinə qoşuldu, yıxmaq, vurmaq və s. Deməli, ıl şəkilçisi feil kökünə qoşula bilər. Yəni, feillərə qoşular. Deməli, sıxılmaq sözündəki sözün kökü feildir. Sıxıntı sözündə ıntı şəkilçisinə yeni sözlər yaradırıq. Qırıntı, döyüntü. Burada da döy, qır, feil olduğu üçün sıxıntı sözünün kökü də feildir. İlk hissəsi kimi feil hesab olunur. Sıxlıq sözündə lıq şəkilçisi sıxlıq, azlıq, çoxluq. Burada da az, çox, feil olmadığı üçün deməli adlara qoşulan şəkilçidir. Lıq şəkilçisi deməli sıxlıq sözünün kökündəki sıx sözü nitq hissəsi kimi sifət hesab olunur. Sıxışmaq sözünə baxsaq, ış şəkilçisi bundan yaradırıq. Məsələn, döyüşmək, vuruşmaq, gəzişmək və s. Burada da döy, vur, gəz, feil olduğu üçün sıxışmaq sözünün kökü də feildir nitq hissəsi kimi. Düzgün sözünün kökündə də eyni səhvlər edə bilərik. Yəni, burada da düzgün, düz feildir, yoxsa sifətdir. Bu hıncin şəkilçisinə yeni söz yaradırıq. Məsələn, deyirəm, yorğun, əzgin. Burada diqqət etsək, görərik ki, şəkilçimiz yor və əz feillərinə qoşuldu. Deməli, hıncin şəkilçisi qoşulur feillərə. Düzlük sözündə də şəkilçimiz yenə eyni qayda ilə azlıq, çoxluq bu formada yeni söz yaradırıq və bilirik ki, adlara qoşulduğu üçün bu sözün kökü də olacaq sifət. Düzül sözündə ıl şəkilçisinə yeni sözlər yaratsaq, yenə də deyəcəyik, yıxıl, qırıl, vurul və s. Yorul, yormaqdan yorulmaq yarandı. Deməli, buradakı sözün kökü də feildir. Düzəl sözünə baxaq. Qeyd edirik, çoxal, azal, genəl, çox az sayıdır, gen sifətdir. Deməli, al əl şəkilçisi də adlara qoşularaq yeni belə deyək, söz əmələ gətirir. Feillərə yox, adlara qoşulur. Çox az, gen feil olmadığı üçün, adlar olduğu üçün deməli, düzəl sözünün də kökü düz sifətidir.